materiala görə biz bəli, növbəti tədbir keçid alırıq. Bilirsiniz ki, Yaşad fondu bizə qələbəni yaşadanları, yaşadan fond, hansı ki, müxtəlif tədbirlər keçirirlər və daha bir tədbir baş tutub, şəhidlərimizin xanımları ilə görüş keçirilir. Zərif görüş adı altında adlanır bu tədbir və həmin tədbirdən də bizim sizə deyəcəklərimiz var. Şəhid ailələri bizim şərəf və qürur mənbəyimizdir. Onlara diqqət və mənəvi dəstək göstərmək hər bir cəmiyyət üzvünün müqəddəs borcudur. Yaşad fondu da məhz bu missiya ilə şəhid ailələri və qazilərin sosial və mənəvi rifahının gücləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu təşəbbüslərdən biri də Zərif görüş layihəsidir. Bu layihə çərçivəsində şəhidlərimizin həyat yoldaşları növbəti dəfə bir araya gəliblər. Qayğılardan, əziyyətlərdən, fikirlərdən kənar bir vaxt keçirdik. Çox gözəl istirahət elədik. Düşünürəm ki, çox pozitiv bir görüş olduğu üçün uzun müddətdə təsiri üzerimizdə qalacaq bizim. Çox xoş oldu. Xoş təəssüratla ayrılacağam buradan. İlk dəfə idi. Burada iştirak edirdim. Xanımlar hamısı möhtəşəmdir. Görüşün əsas məqsədi xanımlar arasında ünsiyyəti gücləndirmək, bir-birinə dayaq mühiti yaratmaq və mənəvi həmrəyliyi artırmaqdır. Səmimi səhər yeməyi formatında keçirilən tədbirdə 50 xanım iştirak edib. Bu görüşlərin əsas məqsədi xanımlarımızı xoş aura ətrafında bir araya gətirmək, onlarla şən əhval-ruhiyyədə söhbətlər aparmaq, danışmaq, yenidən üzlərini güldürməyə cəhd etməkdən ibarətdir. Tədbir çərçivəsində birlikdə hazırlanan gül kompozisiyaları iştirakçılarda həm yaradıcılıq ruhu aşılayıb, həm də xoş ünsiyyət mühiti yaradıb. İsti və səmimi ab-havada keçən görüş dəyərli hədiyyələrin təqdimatı ilə başa çatıb. Bəli, Yaşad fondunun müxtəlif tədbirləri baş tutur və mütəmadi olaraq biz də çalışırıq Yaşad fondunun tədbirlərini işıqlandıraq. Çünki bizi yaşadanları yaşatmaq hər zaman bizim borcumuzdur. Məbləğin də heç bir önəmi yoxdur. Bunu dəfələrlə demişik, amma Yaşad fonduna ianə etməyi də unutmayaq. Bəli, təkcə bir gün deyil də, bu hər gün, il ərzində, bütün günlərdə bu fond fəaliyyətdədir və həmişə ianələrimizi eləyə bilərik. Bəli, çünki şəhid və qazi ailələrinə hər zaman diqqətə və dəstəyə ehtiyacları olur və bu istiqamətdə Yaşad fondu da öz fəaliyyətini davam etdirməkdədir, hörmətli tamaşaçılar. Ona görə bu xatırlatmanı da etməyi bir növ özümüzə borc bilirik. Zərif görüş adı altında keçirilən layihədir. Çox gözəl bir layihədir. Ekranlara gəldi, biz onu gördük. Eyni taleyi bölüşən xanımların bir araya gəlməsi, bəlkə onların gələcəyində birlikləri, dostluqları hansısa layihələrdə əl-ələ verib, irəli addımlamalarında çox mühüm bir addımdır. Bu haqda da biz sizlə bölüşdük.